Salam müəllimələr, bugünkü mövzumuz olacaq 6-cı sinifdən südlü xörəklərin hazırlanma texnologiyası olacaq. Müəllimələr, süd çox qiymətli qida məhsuldur. Südün tərkibində orqanizmin həzm prosesini qaydaya salan çoxlu miqdarda qidalı maddələr vardır. Süddən müxtəlif yaş qruplarında insanlar qida rasionuna daxil etməlidir. Amma əsasən uşaqlar və yaşlılar üçün isə çox qiymətli qida məhsulu hesab edilir. Kimlər üçün uşaqlar və yaşlılar üçün isə çox qiymətli qida məhsulu hesab edilmiş olur. Baxaq görək, bəs bu təbii inək südünün tərkibində hansı vitaminlər və hansı mineral maddələr vardır? İnək südünün tərkibində A, B, B2, PP, C, D vitaminləri vardır. Bununla yanaşı zülal və kalsium da vardır. Deməli, nə vardır? Hansı mineral maddələr də vardır? Zülal və kalsium vitamin olaraq da A, B, B2, PP, C və D vitaminləri ilə zəngindir. Bildiyimiz kimi müəllimələr, kalsium sümüklərin gücləndirilməsində, dişlərin sağlamlığında böyük rolu vardır. Bəs gəlin baxaq görək, süddən hansı süd məhsulları əldə edilir? Süddən yağdır, kəsmikdir, xamadır, qatıqdır. Bu kimi süd məhsulları süddən alınmış olur. Bax müəllimələr, bu süddən alınmış süd məhsulları, onların keyfiyyətini necə yoxlaya bilərik? Keyfiyyətini yoxlamaq üçün, yəni onların keyfiyyətini bilmək üçün xarici görünüşünə baxa bilərik, xarici görünüşündən müəyyən edə bilərik, rəngindən müəyyən edə bilərik, iyindən müəyyən edə bilərik. Eyni zamanda da qalınlığına baxaraq onun, yəni süddən alınmış məhsulların keyfiyyətini müəyyən edə bilərik. Bəs köhnəlmiş süddən alınmış məhsullar köhnəlibsə necə olacaqdır? Bax müəllimələr, köhnəlmiş süd turşuyacaq, nə edəcək? Turşumuş olacaq, qatlaşmış olacaq. Xama isə acı dad verəcək. Necə olacaq? Acı dad vermiş olacaq. Kəsmiyin isə səthi sürüşkən olmuş olacaqdır. Bəs biz bu süd məhsullarını uzun müddətli saxlamaq üçün, uzun müddətli deyəndə, yəni ona temperatur var. Həmin temperaturda müəyyən bir temperatur var ki, o temperaturda müəyyən günə qədər, müəyyən saata qədər biz bu süd məhsullarını saxlaya bilərik. Müəllimələr, südü 20 saat, xamanı 72 saat, kəsmiyi 36 saat, kərə yağını isə 10 gün saxlamaq olar. Bax, dedik ki, südü 20 saat, xamanı 72 saat. Xama deyəndə müəllimələr qatıq nəzərdə tutulur. Kəsmi isə şordur da, bildiyiniz şor. Kəsmi 36 saat, yağı isə 10 gün saxlamaq olar. Bəs hansı temperaturda? Elə hər bir temperaturda saxlamaq olar bunun? Xeyr, bunun da saxlama temperaturu vardır. 4-8 Selsi dərəcədə, bax müəllimələr, 4-8 Selsi dərəcədə sadaladığım süd və süddən alınan məhsulları 4-8 Selsi temperaturda saxlaya bilərik. Bunların, yəni necə yoxlaya bilərik ki, südün keyfiyyətini? Yəni süd keyfiyyətlidir, belə deyərdim, keyfiyyətsizdir. Bunu biz evdə südü qaynatmaq yolu ilə yoxlaya bilərik. Təzə süd hamar olacaq və çürüməyəcək. Əgər təzə deyilsə, bu zaman nə olacaq? Süd təzə deyilsə, əlbəttə ki, qaynayan zaman o çürüyəcəkdir. Müəllimələr, süd pastörizə edilmiş və sterilizə edilmiş şəkildə satışa verilmiş olur. Pastörizə edilmiş süd 72-75 dərəcə Selsiyə qədər qızdırmaqla əldə edilir. Neçə dərəcəyə qədər? 72-75 Selsi dərəcəyə qədər qızdırmaqla əldə edilir. Pastörizə edilmiş süddə xəstəlik törədən
bakteriyalar məhv edilir. Bax, xəstəlik törədən, sadəcə olaraq xəstəlik törədən bakteriyalar məhv edilmiş olur. Bu südün tərkibində minimal dəyişiklik verir. Necə? Minimal dəyişiklik verir. Pastörizə edilmiş südün isə saxlama temperaturu və müddəti vardır, günü vardır. Pastörizə edilmiş süd 0,6 Selsi temperaturda 2 gündən 5 günə qədər saxlaya bilərik. Sterilizə edilmiş süd isə 122-140 Selsiyə qədər qızdırmaqla əldə edilmiş olur. Sterilizə edilmiş süddə bütün mikroblar və orqanizm üçün xeyirli olan maddələrin bir qismi ölür. Pastörizə edilmiş südü isə, daha doğrusu sterilizə edilmiş südü isə 4 aya qədər biz saxlaya bilərik. Onu da qeyd edim ki, pastörizə edilmiş süd sterilizə edilmiş süddən daha xeyirlidir. Niyə xeyirlidir? Pastörizə edilmiş süddə xəstəlik törədən bakteriyalar məhv edilir. Ancaq xəstəlik törədən bakteriyalar məhv edilir, minimal dəyişiklik verir. Sterilizə edilmiş süddə isə bütün mikroblar eyni zamanda da xeyirli olan maddələrin bir qismi ölür. Yəni, onun tərkibində olan xeyirli maddələrin də bir qismi ölür. Məhz ona görə də pastörizə edilmiş süd sterilizə edilmiş süddən daha xeyirlidir. Dedik, pastörizə edilmiş süd neçə gün qala bilər? 2 gündən 5 günə qədər hansı temperaturda? 0,6 Selsi temperaturda. Neçə dərəcədə qızdırmaqla alırdıq? 72-75 Selsi dərəcədə qızdırmaqla əldə edirdik. Ancaq sterilizə edilmiş süd isə 120-140 dərəcə Selsiyə qədər qızdırmaqla əldə edilmiş olur. Müəllimələr, daha sonra pastörizə edilmiş süddən bişirilmiş süd alır. Bəs bu bişirilmiş süd neçə dərəcə temperaturda alınır? 95-98 Selsi temperaturda. Dediyi hansı süddən alınacaq? Pastörizə edilmiş süddən bişirilmiş süd alınacaq. Bişirilmiş süd neçə dərəcədə alınır? 95-98 Selsi dərəcədə almış olur. Müəllimələr, tərəvəzlərimiz olsun, makaron məmulatlarımız olsun, eyni zamanda qənnadı məmulatlarımız olsun ki, tək biz bu pastörizə edilmiş süddən, sterilizə edilmiş süddən istifadə etmirik. Eyni zamanda bişirilmiş süddəndir, quru süddəndir, qatlaşdırılmış süddəndir. Bu südlərdən də istifadə etmiş oluruq. İndi isə gəlin birlikdə baxaq görək. Bunlar, əgər biz makaron məmulatlarımızı hazırlayırıqsa, quru süddən hazırlamaq istəyiriksə, bu zaman nə etmək lazımdır? Quru süd, 1 stəkan suya, baxın müəllimlər, 1 stəkan suya 1,5 xörək qaşığı hesabı ilə götürülür. Yəni, 1 stəkan suya biz quru südü 1,5 xörək qaşığı ilə götürmək lazımdır. Əvvəlcə quru südü az miqdarda ilıq suda həll edirik. İlıq suda həll edirik. Bundan sonra isə onun üzərinə digər suyu da əlavə etmək lazımdır. Ona görə az miqdarda əlavə edirik ki, yəni az miqdarda biz o tozu təmiz açaq, yəni toz halında olur da. Yəni biz birdən-birə o 1 stəkan suyu belə deyəm töksək, onun tam açılmamasına, içində belə deyəm də dıvırlar olacaq. Ona görə də az miqdarda su töküb həmin tozu açırıq. Açdıqdan sonra digər suyu da onun üzərinə əlavə etmək lazımdır. Yəni əlavə edirik, qarışdırırıq. Qatlaşdırılmış süd isə necə həll edilir? 2 xörək qaşığı qatlaşdırılmış süd üçün bizə lazım olacaq. 2 xörək qaşığı qatlaşdırılmış süd üçün bizə 1 stəkan qaynadılmış su lazım olacaq. Deməli, 2 xörək qaşığı qatlaşdırılmış südü 1 stəkan qaynadılmış suya əlavə edərək qarışdırmaq lazımdır. Bunu da bu qaydada yerinə yetirmək olar. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası vardır. İndi isə baxaq görək, südlü şorba və sıyıqların hazırlanma texnologiyası nədən ibarətdir?
Yarma, makaron məmulatlarını və ya tərəvəzləri, makaron məmulatlarını və ya tərəvəzləri ayrıca suda yarı-bişmiş vəziyyətə qədər qaynatmaq lazımdır. Quru və ya qatlaşdırılmış südü suda həll etmək lazımdır. Bəli, suda həll etmək lazımdır. Əgər biz quru süddən və ya qatlaşdırılmış süddən istifadə edəcəksə, onları əvvəlcədən suda həll etmək lazımdır. Müəllimələr, o birincidə dediyi yarma, makaron məmulatları və ya tərəvəzləri ayrıca suda yarı-bişmiş vəziyyətə qədər qaynatmaq. Çünki yarmalarımız olsun, istərsə də ki, makaron məmulatlarımız olsun ki, bunlar suya nisbətən süddə gec bişirlər. Ona görə də əvvəlcədən onları yarı hazır vəziyyətə qədər qaynatmaq, bundan sonra da südüdür və yaxud da ki, qatlaşdırılmış südümüzüdür, quru südümüzüdür, həll edib üzərinə tökərək, onun üstünə tökərək bişirmək lazımdır. Üçüncü isə ondan ibarətdir ki, südü qaynatmaq, ona yarma, makaron və ya tərəvəz əlavə edib, duzlayıb, hazır olana qədər bişirmək lazımdır. Elə müəllimələr, 1-dən 2-də deyildiyi qaydadadır. Eyni ilə təkrar demək olar ki, deyilir də. İndi də yenə deyil, südü qaynatmaq, ona yarma, makaron və tərəvəz əlavə edib, duzlayıb, tam hazır olana qədər bişirmək lazımdır. Dördüncüsü isə ondan ibarətdir ki, əgər üzlü süddən istifadə ediriksə, üzlü süd deyəndə artıq yəni ona biz su əlavə etmirik də, belə deyim, ancaq tərkibində süd olur da, yəni su əlavə edilməmiş südü nəzərdə tutulur. Onda qaynayan südə duz, qənd, yarma, makaron və ya tərəvəzlər əlavə edib hazır olana qədər bişirmək lazımdır. Demək olar ki, müəllimələr, südlü şorba və siğlərin hazırlanma texnologiyası 4 dənə burada texnologiya verilib. Eyni ilə də bir-birlərinə oxşardılar. Demək olar ki, eynidirlər. Sadəcə olaraq 1-2 dənə sözü belə deyərdim də, 1-2 dənə sözü dəyişib, eyni qaydada yazmış olublar. Amma yaxşı olar ki, bunları bu ardıcıllıqda yadınızda saxlayasınız. Çünki müəllimlərin işə qəbulu olsun, sertifikasiya imtahanı olsun ki, orada yəni ardıcıllıqla sizdən bu hissəni sorunsa bilərlər. Ona görə də bu hissələri ardıcıllıqla əzbərləmək lazımdır. Hazır yeməklərin keyfiyyətinə verilən tələblər. Müəllimələr, hazır yeməklərin keyfiyyətinə verilən tələblərə keçməzdən öncə onu da qeyd edim ki, südlü xörəklərin hazırlanması üçün həcmi 1,5-2 litr olan qazan götürmək lazımdır. Hətta süd metal qabda qaynadılır, şüşə və minalı qablarda isə saxlanmalıdır. Hazır yeməklərin keyfiyyətinə verilən tələblər nədən ibarətdir? Hazır yeməklərin keyfiyyətinə verilən tələblər isə süd xörəkləri yeməyin növünə uyğun qalınlığa malik olmalıdır. Şorbalar duru, bəli, şorbalar duru, sıyıqlar isə qatı və duru olmalıdır. Şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır. Bəli, şorbadsa ərzaqlarımız formasını saxlamalıdır, əzilməli deyil. Südlü şorba və sıyığın rəngi ağ olmalıdır. Bax, hər ikisinin də rəngi ağ olmalıdır. Bunu da yadınızda saxlayın. Daha sonra südlü şorbaları isti vəziyyətdə dərin boşqabda süfrəyə vermək lazımdır. Bax, şorba deyirsə, bilin ki, şorbalar dərin boşqablarda olacaq. Sıyıqlar isə xırda boşqablarda süfrəyə veriləcəkdir. Şorba dedik dərin, sıyıqlar isə xırda boşqablarda süfrəyə veriləcəkdir. Şorba və sıyıq olan boşqaba bir tikə kərə yağı qoymaq olar. Yenidən həmin sözü təkrarlayır. Südlü sıyıqları xırda boşqablarda verilir. Süfrəyə verilməmişdən əvvəl kərə yağı əlavə edilir. Kərə yağı, bax burada da qeyd edilib də elə. Şorba və sıyıq olan boşqaba bir tikə kərə yağı qoymaq olar. Eynisini də təzədən burada qeyd edibdir. Eyni sözləri yazıb təkrarən. Baxaq görək müəllimələr. Burada südlü düyü sıyığının hazırlanma texnologiyası verilmişdir. Müəllimələr, 2025-ci ildə məhz bax bu sual düşmüşdü. Südlü düyü sıyığın ardıcıllığı düşmüşdü. Bax bu hissə. Bu hissənin ardıcıllığı sorulsurdu ki, südlü düyü sıyığı hansı ardıcıllıqla bişirilir? İndi biz
ümumi texnoloji xəritəyə baxacağıq. Yəni bir ilisi hazırlıq düşüb, o birisi ilisi və ya başqa bir hissəsinə ərzaqların miqdarını verə bilər. Ona görə də bu hissələri də praktik iş olan hissələrinə diqqətlə baxmaq lazımdır, oxumaq lazımdır. Hətta yadda saxlamaq da mütləqdir. Yəni mövzunun hər bir hissəsini nöqtə-nöqtə, cümlə-cümlə oxumaq lazımdır. Oxumaq lazımdır. Qoy bir də. Hə. Məlumatları silim yenidən. Aha. Ərzağın adı. Ərzağın adı süd. Bax bizə nə lazım olacaq? Süd, düyü, duz. Ərzağın miqdarı süd nə qədər lazım olacaq? 3 stəkan. Düyü nə qədər lazım olacaq? 1 stəkan. Daha sonra düzsə, zövqə uyğun isə duzu götürmək lazımdır. Hazırlanma ardıcılığı isə ondan ibarətdir. Südü qaynadırıq. Qaynatdıqdan sonra biz düyünü yuyuruq. Düyünü yuduqdan sonra südə töküb 15-20 dəqiqə qaynatmaq lazımdır. Neçə dəqiqə? 15-20 dəqiqə qaynatmaq lazımdır. Qaynatmaq deyəndə, yəni düyünü qaynadırıq da, yəni qarışdıra düyünü süddə daha doğrusu qaynadırıq. Ta ki o bişirənə qədər. Qarışdıra bişirmək lazımdır. Sonda isə, baxın, sonda isə duz əlavə etmək lazımdır. Sonda isə duz əlavə etmək lazım. Bax, bu ardıcıllıqda. Qab-qacaq və avadanlıq. Bizə hansı qab-qacaq lazım olacaq? Südü bişirmək üçün qazandır. Daha sonra yeməyimizi hazırlamaq üçün yenə də qazandan və xörək qaşığından istifadə etməliyik. Xörək qaşığı da biz onu qarışdırırıq da onun üçün. Bir də duzu südə əlavə etmək üçün isə çay qaşığından da istifadə etmək lazımdır. Südlü düyü sıyığın texnoloji xəritəsini əzbərləmək vacibdir. Bugünkü mövzumuzda müəllimələr bu qədər.